Şeylere mahkumdur. O Rəşadını maraqlarla görün kimdir o? Böyle ahalinin başını kesmək istəyir. Nə istəyirsən? Təxribat aparır prezidentə qarşı. Bəs deyil. Bu cəmaatı əsir yesir qoyub o. Nə olan şeydir deyib o? Kanal 21'e müraciət edən Hacıqabul rayonunun Kolanı kəndinin ümumi sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirinin birinci müavini Rəşad İsmailovdan şikayətçidirlər. Onlar bildirirlər ki, evlərinə yaxın örüş sahəsini şumlatdırıb, həmin torpaqda Rəşad İsmailov ağac əkmək istəyir. Lakin kənd sakinləri iddia edir ki, Rəşad İsmailovun əsas məqsədi torpağı zəbt edərək balıqçılıqla məşğul olmaqdır. Sakinlər eyni zamanda qeyd edirlər ki, Sabirabad rayon 3 saylı meşə təsərrüfatı idarəsinin direktoru Ramil Mehdiyevdən də şikayətçidirlər. Onların sözlərinə görə kəndin yaxınlığında yerləşən meşə ərazisindəki torpaqlar qeyri-qanunsuz olaraq ayrı-ayrı şəxslərə maddi maraq qarşılığında icarəyə verilib. Lakin vətəndaşlara bildirirlər ki, meşədə heyvan otarmaq olmaz, qadağa qoyulur. Halbuki 3 saylının müdürü maraq qarşılığında meşədə əkin əkilməsini göz yumur. Nəticədə həmin meşə sahələrində qanunsuz şəkildə yonca və taxıl əkilməsi aparılır. Vətəndaşların digər səsləndirdikləri fikrə əsasən onlar 100 illərdir otardıqları ərazinin cəmaatın əlindən alınaraq Bakı şəhər sakini Şirinov Rəşad Aydınoğluna qanunsuz icarəyə verilməsindən narazıdırlar. Onların sözlərinə görə Kürü çayının qolu olan Axmazı vətəndaşların əlindən alınıb qanunsuz sahibkara verilir ki, sahibkar həmin ərazidə qanunsuz balıqçılıqla məşğul olsun. Sakinlər bildirirlər ki, bu torpaqların əllərindən alınması həm təsərrüfata ziyan vurur, həm də kəndin ənənəvi örüş və istifadə hüquqlarını pozur. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Hacıqabul rayonunun Kolanı kənd sakini İbrahimov Əlfa Musoğlu tərəfindən sizə müraciət edirik, hörmətli prezident. Ondan ötəri ki, Rəşad İsmailovun ərazi onun hesabındadır. Hal-hazırda o gəlib həmən sahədə yoxlama apararaq bizim örüş sahəmizi, hansı ki evimizə yaxın olan yerdə 100 illərlə əkdiyimiz torpaq sahəsi istəyir ki, şumlatdırıb güya orada ağac əksin. Halbuki orada 100 illərlə ağac əkilməyib, bizim örüş sahəmiz olur. Ona görə də biz sizə müraciət edirik ki, bu durduğumuz sahədə meşənin orta hissəsində həmən sahəni bunlar arendaya verərək əkdirir. Hardasa bir 300 hektar, 400 hektar sahəni. Maraqlıdır ki, bunları bu meşənin burada əkin sahəsi ola, yeri ola, ağac əksin bitər. Onları əkmir, gedir şoranlıq yerdə bizim evimizin yaxınlığında örüş sahəmiz olan yeri zəbt eləmək istəyir. Onun da məqsədi odur ki, orada axmaz sahəsi var. Onu götürüb ondan istifadə etsin, balıqçılıq istifadəsi etsin. Məsələ burasındadır ki, burada dayandığımız yerdə həmən bu yonca sahələri, taxıl sahələri, hansı ki meşənin sentr yeridir, onları kəsdirib ağacların hamısını düzənli eləyiblər, veriblər arendaya. Hal-hazırda da ondan cəmaat istifadə edir. Bəs yaxşı, bunu əkmirsə, ağac əkmirsə, niyə görə gəlib orada həmən bir dənə o axmazın hesabına cəmaatın 1000 baş ailənin başını kəsir? Hörmətli prezident, qəhrəman prezident, bu Kolanı cəmaatının müraciəti sizədir, ümidi sizədir. Ona görə ki, ulu öndərimiz Heydər Əliyev 96-97-ci illərdə islahatla bərabər öz xalqına verdiyi qiymətlə bərabər bizim saxladığımız heyvanlara da öz nəzərindən qaçırmamış, örüş sahəsi ayrılmış, ancaq o örüş sahələri kimlər tərəfindən zəbt olunub, harada yerləşdirib, hələ də bizim xəbərimiz yoxdur. Cənab başçının yanında olmuşuq, müraciət eləmişik, bizə heç bir köməklik göstərilməyib. Biz müəyyən çəkilişlər eləmişik, meşə zolağında əkil qanunsuz yonca sahələri, taxıl sahələri, bitki sahələri əkilir. 6-cı günü nazir müavini gələrək 3 nömrəli Sabirabad Meşə İdarəsinin müdüründən soruşublar ki, bu meşədə boş yer var, o deyib bir qarış da yoxdur. Halbuki
O torpaqların hamısını meşə idarə 250 hektardan yuxarı torpaqları arendaya verib. Dövlət qanununda belə bir şey yoxdur ki, meşənin örüsün arendaya verəsən və yaxud taxıl yerlərin arendaya verəsən. İndi bizim bu durduğumuz sahənin yulğundur. Sağ, sol, yulğun sahələridir. Sağ tərəfimiz yulğun sahələridir. Sol tərəfimizdə 500-600 metrə evlərimizin məsafədə bizim bu kəndin şəhid ailələri var. Qazi ailələri var. Bu kəndin veteranları var, iştirakçıları var. Bizim ata-babalarımız da 41-45-in müharibəsində iştirak edib. Hörmətli prezident, hörmətli nazirlər, biz sizdən artıq dərəcədə xahiş edirik. O Rəşadını maraqlanın görün kim diyor. Böyle ahalinin başını kesmək istəyir. Nə istəyirsən? Təxribat aparır prezidentə qarşı. Bəs döyür. Bu cəmaatı əsir yesir qoyub o. Nə olan şeydir deyir o. Ha? Bu nə deməkdir? Kimdir bir Rəşad bu cəmaatı? 5000 ahalinin boğazını kəsir bir nəfər. Bəs döyür. Nədir bu cəmaatı giriftar qoyublar? Bu yolğunluğun gəlib qəbilir hamısını deyir ki, şumluya bura mən arendaya verəcəm. Nə deməkdir bu? Hara baş götürək gedək biz? Köçək burada mənim. Deyər köçün çıxın buradan. Bu nə deməkdir? O Rəşaddır kimdir? Onun arxası kimdirsə? Kimdir onun arxası? Bizim uşaqlarımız gedib Qarabağda canın qoyub, Rəşada görə yox. Gündən. Vətənə görə qoyub. Rəşad kimdir ki, geçsin öz laçını, nəm oran qorusun da özü. Gəlib bura, mən bir dənə təndir odunu gülğün qırənmərəm. Gəlib qolum bağlayıb, bu boyda sahəni deyir ki, şumluyab tökəcəm hamısını. Ona aiddir o işlər. Bak, Meşədə ilə bura gülğün sahəsi. Bunlar niyə şumluyab tökülüyor? Heyvanlar qalır həyətdə, qara ötürək. Gərək bizə xarici ölkədə ət gələ, özümüzdə var da. Cəmaat kimdir ki o? Dadla məşğuldur heyvanlar. Meyvələ ağacı əkir özü üçün. Hərənin bir dənə, iki dənə heyvan saxlayır ki, dolansın, ailəni dolandırsın. Nə demək? Başına dörə, bunun arxası var. Açacaq mı? Bu Rəşad nə olan şeydir? Gəlin meşənin içində ekologiya nazirinin müavini meşədən ağacı. İcranın özü gücü çatmır. Gəlin, Onun nə İcranın yerisidir də o deyil. Mən lider, demək gücüm çatmır. 500 hektar torpağın qabağında gəlib hamısını verib arendaya, gəlib buradan bizim heyvanımızın çıxansa ətrafında olan yerləri hamısını şumlatdırır ki, çıxmasın. 250 hektar yerdə orada yoncalıq qalıb orada bomboş əkiblər hamısı. Yonca sahələridir. Niyə vermirlər? Yanı da atılır, su da var. Millət ya qırılacaq, ya bu torpağı verməyəcək. Verilməyəcək. Ona ölçü, uşaqlarımız o Rəşata verilməyəcək bu torpaq. Şahsız şahs gəldi, şəhid gəldi. Hamısı o şəhidlər. Sənli təxribat aparır o. Təxribat aparır. Rəşadın da duxu var, gəlsin bura. Gəlsin olmasın Qarabağ olsun. Gəlsin ki, mən buradayım. O neşin gəlmir. Gələnlər naziri gətiriblər bura, bunun nazirin mavinin. O yüzden 200 hektar yeri göstərməyiblər. İndi deyirlər ki, bura şumlanmalı. Mən onunla gedib bir şey orada. Rəşad. Bəs onun dalında duran adam fikirləşmir bu halini. İcra hakimi bir dənə mənim oğluma iş verəmədi. Gedib Qarabağda can qoyub gəldi. Prezidentə hamısı təxribatdır. Biri kıçından qazi gəlib, biri şəhid gəlib. Ekologiya nazirliyi. Bunlara nə hörmət olur? Bu icra hakimi nədən öldürdü? Bunu bizə də başa salsınlar, görə bu nədən öldürdü? Rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır. Biz burada belə də ən yüksək səviyyədə bütün işləri qururuq. Amma dərinə baxanda görürsən belə deyil. Yalan məlumatlar ötürülür bəzi icra başçılar tərəfindən. Özlərini göstərmək üçün, yaxud da ki, öz nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir. Həqiqəti əks etdirməyən məlumat verilir. Rayonların inkişafı ilə bağlı, mövcud olan problemlərlə bağlı. Buna görə mən də rayonları tez-tez gəzirəm ki, xalqın dilindən eşidim o problemləri. Və biz bu problemləri həll etməliyik. Onları, belə də kimsə əgər malalamaq istəyirsə, səhv yoldadır. Və sizə də tapşırıram. Hər bir ölkədə problem var.
biz o problemləri örtbasır etməməliyik. Əksinə, üzə çıxartmalıyıq. O cümlədən media nümayəndələr, onlara da mən dəfələrlə müraciət eləmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.